ləzzətli şirniyyatı daha öncə hazırlamadığıma peşmanam. Keşfetdə tez-tez qarşıma çıxan, üzəri yumuşaq, içərisi axışqan şokoladlı o möhtəşəm berlineri mən də hazırladım. Xəmir üçün qaba 1 stəkan ilıq süd, 1 xörək qaşığı şəkər tozu və quru mayanı əlavə edib qarışdırırıq. Üzərinə 1 çay qaşığı duz, 1 ədəd yumurta, 3 stəkan unu da əlavə edib yumşaq xəmir yoğururuq. Ən sonda 3 dolu xörək qaşığı yumşaq kərə yağında üzərinə əlavə edib yumşaq bir xəmir yoğururuq. Yoğurduğumuz xəmiri təxminən 1 saat mayalandırırıq. Xəmir mayalana kimi gəlin Faberlikdən gələn sifarişlərimi birlikdə açaq. Gördüyünüz bütün bu möhtəşəm məhsulların hər birini Faberlikdən əldə etmişəm. Üstəlik Faberlikin xanımlara özəl qrupunda iştirak etdiyim üçün bütün bu məhsulların hər birini ambar qiymətinə əldə etmişəm. Qrupa qoşulan xanımları bir-birindən dəyərli hədiyyələr gözləyir. Özümün də iştirak etdiyim bu qrupda həm gəlir əldə etmək istəyən xanımlar, həm də belə keyfiyyətli məhsullar olduğundan daha ucuz qiymətə almaq istəyən xanımlar da iştirak edə bilərlər. Videodan da görürsüz yağ çözücü sayəsində qazanımın altı necə də tərtəmiz oldu. Bu və bunun kimi bütün yağ çözücülər sayəsində qazanlarımın altı hər dəfə yeni alınmış kimi görünür. Qrupa qoşulmaq istəyən xanımlar üçün videonun açıqlama hissəsində bir link yerləşdirəcəm. Linkə keçid edərək qrupumuza qoşula bilərsiniz. Keçək xəmirimizə. Mayalanan xəmiri 10 bərabər kündəyə ayırırıq. Daha sonra kündələri 40 dəqiqə daha mayalandırırıq. Mayalanan kündələri videoda göründüyü kimi yağ əlavə etdiyimiz tavada hər iki yüzü qızarana qədər bişiririk. Vamxodda bişirin ki, içərisi tam bişsin. Bişən berlinerlərimizi şəkər pudrasına əlavə edərək orta hissəsində dəliklər açırıq. Daha sonra üzərinə istədiyiniz növ şokolad yağını da əlavə edərək nuş edə bilərsiniz. İnanın çox ləzzətli alınır. Siz də mütləq hazırlayın.